500 manat pul toplaya bilirsiniz. Bunların da 50 ədədi hal-hazırda topdan qiymət 9 manata təklif olunur ki, 1 manatdan başlayır. Həm tək şəkildə olan qutu çeşidləri var, həmçinin də ən kiçik ölçüsü 2 manat 50 qəpikdən və ölçüyə görə üz qabığının materialına görə qiymət dəyişir. 98 rəngi var. Həmən bu gül kağızlarının. Həm aksesuarlar var. Belə soskalardır. Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün Abşeron Ticarət Mərkəzində yerləşən qutu toplantısı olan Qutular 28 topdan satış mağazası ilə tanış edəcəm ki, bununla bağlı səhifələrimizə, WhatsApp nömrələrimizə müraciətlər çox olurdu. Qutu ilə bağlı hədiyyəli qutular, əl işləri ilə bağlı qablaşdırma üçün lazım olan ləvazimatlar bu toptancı mağazada bütün bu kateqoriyada olan məhsul çeşidləri həddən bol olaraq satışı var. İnşallah indi mağazaya keçib ümumi olaraq mağazadan olan çeşidləri, hansı ləvazimatlar var, onları sizə göstərəcəm. Hansının qiymətini deyə biliriksə, minimum olaraq hansı qiymətdən başlayır? Qutulardır, ləvazimatlardır, kağızlardır, paketlərdir, kraft paketlərdir, gül qurularıdır, gift boxlar üçün lazım olan digər hədiyyəlik qutular. Hamısını inşallah sizlərə çəkib təqdim edəcəm. Getdik. Bax, sizi tam olaraq yolda başa salmaq istəyirəm. Baxın, oradan gələn avtomobillər Meyvəli dairəsindən gələn avtomobillərdir ki, Meyvəli dairəsindən gəlirsiniz Abşeron Ticarət Mərkəzinin burada ilə ilk logosunu görürsünüz. Həmən bu dairədən dönürsünüz sol tərəfə, dönüb və bu yolla irəliləyirsiniz irəliyə. Daha rahat şəkildə sizi başa salmaq çalışıram ki, gələrkən əgər ilk dəfədir ki, bu ərazilərə gəlirsinizsə, biraz çətin ola bilər. Sağda gördüyünüz kimi Sahara Electronics'i görürsünüz. Böyük mağazadır, kənardan da rahat şəkildə görünür. Sahara Electronics'in qarşısı ilə gəlirsiniz. Birinci aradan deyil, baxın buradan da dönə bilərsiniz, lakin buradan döndükdə biraz qarışdıra bilərsiniz. İkinci aradan sağa dönürük və irəliləyirik. Rahat şəkildə gedib sizə göstərək. Mayson Dekor. Mayson Dekor mağazasından sağa dönürük. Sağa dönürük və daxil oluruq arxa sıraya. Buradan da birbaşa həmən Qutular 28 mağazasının rahat şəkildə girişini gəlib tapa bilirsiniz. Təxminən avtomobillə bir 150-200 metr həmən dönüb gəldikdə burada gördüyünüz kimi Qutular 28 mağazasını görmüş olursunuz ki, buradan da girişi var və içəri sıradan da girişi var. Korpus 29. Ümid edirəm bu videodan çox rahat şəkildə gəlib tapacaqsınız. Demək, ilkin olaraq qısa olaraq mağaza haqqında məlumat verim ki, burada hansı kateqoriyaya bölünür məhsul çeşidləri. Demək, xonçalıq üçün olan çeşidlər var, gül mağazaları üçün olan çeşidlər var, qablaşma üçün lazım olan ləvazimatlardır ki, hazır qutular var, gift boxlar üçün, digər hədiyyəliklər üçün, çərəzlər üçün, hər hansı fərqli məhsul qablaşdırmaq üçün qutuların hər növ ölçüləri var. Demək, kiçik ən xırda 5-10 santlıq qutulardan başlayaraq, baxın belə böyük ölçüdə olan həm dairəvi, həm kvadrat, uzunsov, fərqli ölçülərdə, fərqli formalarda çeşidlər var ki, mağazada, bu toplantıda inşallah indi yeni gələn həmən çərəz qutularından başlayaraq buradan sizi bütün çeşidlərlə tanış eləməyə çalışacağım və mağaza əməkdaşı Əziz bəy də bizə yardımcı olacaq ki, ümumi olaraq bilmədiyimiz məqamlarda bizə dəstək olsun və minimum hansı məhsulların qiymət olaraq minimum mağazada neçədən başlayır, onun haqqında da inşallah sizə məlumat verəcəm. Demək, ilkin olaraq mağazada olan çərəz qutularından başlayırıq. Onu da qeyd edeyim ki, bəzi məhsullar var ki, məsələn, mövsümlə bağlı, məsələn, Ramazan ayı gəlir, Ramazan ayı ilə bağlı həmən çeşidlər mağaza ixal olunur ki, ən çox istifadə olunur hədiyyəli, çərəz və s. məqsədli. Onun üçün həmən mövsümlərdə daha çox fərqli çeşidlər də görmək mümkündür. Daimi olaraq da sırf hədiyyəli qutulardır, paketləmək üçün lazım olan kağızlardır və s. da daimi olaraq mağazadan əldə edə bilərsiniz. Demək, ilkin olaraq bu çərəz qutularının 8 növü var idi. 8 növü var, 7 manatdan başlayır. 8 növü var, 7 manatdan başlayır. Hər biri fərqli ölçüdədir. Bunların rəngləri də var. Qaranın məsələn göy, qırmızıdır, göydür. Belə rənglər var. Bir qutunun 2-3 rəngi var. 3 rəngi var. Hə. Həm bunların özünün paketi də var deyəsən. Özlərinin paketi də var ki, yenə cəviz adı altında istehsal olunur. Belə fərqli ölçülərdə 4'lü var, 6'lı var, 8'li var. Baxın belə açılır, 8'li. Bu formada, daha sonra dairəvi formada olan
çeşidlər var ki, bunlar sırf çərəz mağazalarıdır. Əsasən onların lazım olan, tələbatı olan məhsul çeşidləridir. Daha sonra bunlarla bağlı çox istər daxıl, taxta hədəf qutuları. Bunlarda yenə burada fərqli ölçülər var yoxsa eyni ölçüdür. Bir ölçüdür təxminən 10-un 15-ə, hə? 500 manatlıqdır. 500 manat pul toplaya bilirsiniz. Hansında da qiyməti deyə bilirsə inşallah onun qiymətini deyək. İndi buradan başlayaq birinci ilk olaraq. Demək quru güllərdən başlayaq yoxsa Güllərdən başlayaq gedək, istəyirsə belə. tamam. Demək bu divar boyunca başlayırıq. Sizə bir ümumi göstərək. Demək burada quru gül çeşidləridir ki, bunlar ən çox kimlər istifadə edir? Gül olmasındır, buket olmasındır. İçində də 500 ədəd. Bir paketdə 500 ədəd. Bir paketdə 500 ədəd. Bir paketdə 500 ədəddir. Bunları ən çox istifadə edir əl işi, gift box filan. Gift box yalan xanımlar. Xanımlar ən çox istifadə edir. Rəng olaraq da bir 20-yə yaxın rəng çaları var. Bənövşəyidir, açıq pəmbədir, ağdır, çəhrayıdır, qırmızıdır, yaşıl, mavi. Fərqli rəng çeşidləri var. Bunların İçində 12 ədəddir. bunlar 12 ədəd xırda. Biraz bunları yaxından götürməyə çalışır ki, bunlar xırdadır, qoy yaxından görsənsin. Bunlar hamısı demək əl işlərində istifadə olunan xonça yığanlar. Xonça ilə bağlı da soruşanlar çox idi, xonça ləvazimatları. Burada bir qism xonça ləvazimatları var ki, məsələn uşaq çıxışı ilə bağlı, oğlan, qız uşaqları ilə bağlı aksesuarlar var, konfet qoymaq üçün, şirinlik üçün və s. Həmçinin də belə güllərdir. Digər indi irəlidə hansı rastımıza çıxdıqca da sizə göstərəcəm. Gül çeşidlərinin, xırda gül çeşidlərinin fərqli rənglərdə və çeşidlərdə olan növləri var. Baxın, rənglər də fərqli rənglər də var. Yenə bu işlə məşğul olanlar hər dəfə tövsiyə edirdik ki, ən azı bir dəfə toplantısı ilə gəlib tanış olsunlar məhsullarından. Daha sonra isə gəlmədən belə sifariş eləyə bilərlər. Bölgələrə çatdırılmamız var. Şəhər daxili bəs? Çatdırım olur. Şəhər daxili də toplu alışlarda çatdırım olunur. Pərakəndə satış yoxdur. Yəni əl işi görənlər, onlayn satışla məşğul olanlar ən azı alanda paketlə alırlar. İstəyir qutusu olsun, istəyir nə bilim kraft paketi olsun. Ən azı bir paket, 2 paket belə alış edirlər. Amma bir dənə özün üçün şəxsi məsəl üçün gəlib nə salmaq, təəssüf ki, o cür satış yoxdur. Gift box yığanlar misal üçün hərəsindən bir dənə götürməklə 5, 6, 7, 8 belə bu şəkildə götürüb satışı olunur. Lakin bir ədəd tək bir dənə gəlin bu qutunu götürüm, o şəkildə satış yoxdur. Və son zamanlar ən çox tələbatlı olan demək bunlar sabun güllərdir. Sabun gül çeşidləridir ki, qutuda 50 ədəddir. Və rəng olaraq da 11 fərqli rəngləri var. Ən dəbdə olan, ən çox istifadə olunan rənglərdir ki, bənövşə, mavi, çəhrayının tonları, qızıl gül, qurusu rəngi, qızıl gül rəngi, qırmızı, bardovu. Demək, bunların da 50 ədədi hal-hazırda topdan qiymət 9 manata təklif olunur ki, əgər yenə də bəzək işi ilə məşğulsunuzsa, əl işləri ilə məşğulsunuzsa, yəqin ki, bundan mütəmadi istifadə edirsiniz. Bu toplantıda da qiymət olaraq əgər sizə uyğun gəlirsə, yəni 9 manat topdan qiymətlə əldə edib öz işlərinizdə istifadə edə bilərsiniz. Daha sonra keçirik gift box qutularıdır ki, bunları ortada ilk olaraq deyək. Gift box qutuları başlayır topdan qiymət ən ucuzu, ən kiçik ölçüsü 2 manat 50 qəpikdən və ölçüyə görə üz qabığının materialına görə qiymət dəyişir ki, demək hansı üz qabığını vülurla olan var. 5 manat da o birləri 2. 5 manat demək vülur üzlənmiş gift box qutulardır ki, 2 manat 50 qəpiyə isə belə sadə gift box qutuları. Bunlar sadə, rəngli qalın kağızdan üzlənilib. Bunlar isə vülur üzlənmədir. Burada da qeyd etdiyimiz kimi fərqli ölçülər var. Hansı ölçüyə qədər? Diametri məsələn bu təxminən 20 santıdır. 33-dür, 43-dür, 50 diametrli qutular var. 50-yə qədər var. Və 20 santimetrdən başlayır diametri 50 santimetrə qədər olan çeşidləri var. Həmçinin də rəng çeşidləri də var. Qara, çəhrayı ən çox tələbatlı olan rənglərin mağaza daimi şəkildə stokda saxlayır ki, sifariş olunan zaman daimi əlimizin altında olsun. Daha sonra isə keçirik digər hədiyyəli qutu çeşidlərinə.
mağazada həddən çox yüzlərlə, nə bilim, minlərlə, mindən də bəlkə çox çeşidi var ki, maksimum tez-tez hər birini göstərməyə çalışacağam ki, siz də uzaqdasınızsa, Bakıda yaşamırsınızsa, bölgələrdəsinizsə, ən azından ümumi olaraq çeşidləri görəsiniz və əlaqə saxlayan zaman, sifariş verən zaman da məlumat verə biləsiniz. Deməli, bunlar gedir. Burada mücrü tipdə də olan qutular var deyəsən, hə? Mücrü tipində olan qutular da var. Yenə də hədiyyəlik. Baxın, bunlar 2 mərtəbə olan qutularda siyirməlidir. Paketdədir deyə göstərə bilmirik təəssüf ki. Amma və belə, bunlar nə qutusu sayılır? İçərisində də nəsə var? Set qutular. Neçəli? 3 dənəli. Həm tək şəkildə olan qutu çeşidləri var, həmçinin də üçlü, beşli şəkildə olan belə hədiyyəli qutular var. Rəng olaraq da yenə qeyd etdiyimiz kimi hər rəngi ən çox tələbatda olan, trenddə olan rənglərdir ki, hamısı var. Gül qurusu rəng, boz rəng, qırmızı rəng həm bəylər üçün, həm xanımlar üçün hədiyyə verilə biləcək rəng çeşidləridir. Növ olaraq da yenə burada fərqli ölçülərdə, fərqli materiallarla məhsulunuzu daha premium göstərmək istəyirsinizsə, yəni ilk olaraq onu qablaşdırmasına görə diqqət eləyəsiniz ki, baxın belə, demək bunlar necə açılır əziz bəy? Onu bir dənə göstərəyim. Belə çıxır. Bunlar yəqin ki, həridə, nişanda və s. kimi də istifadə olunur. Burada sabungül və yaxud da şaqat yığmaq. Qarşıdan da 14 fevral, daha sonra 8 mart gəlir və hədiyyəliklərin ən çox satılan mövsümüdür deyə bilərik. Burada da siz də hədiyyəli işinə məşğulsunuzsa, baxın belə fərqli, maraqlı, kreativ hədiyyəliklər, bağlamalar hazırlayıb əl işlərdə görürsünüzsə, müştərilərinizə təklif eləyə bilərsiniz. Baxın belə uzunsov olan fərqli çeşidlər var. Daha sonra burada süni dəri ilə üzlənmiş, yaxından göstərim. Üzəri elə bir süni dəri ilə üzlənmiş qutudur. Bunlar da xonçalıq qutular. Xonçalıq qutular da üçlü qutulardır. Bunun kiçik ölçüsü də var və fərqli yenə də üstü vilur. Üzəri vilurla olan da var, süni dəri ilə olan da var. Belə fərqli teksturalarda, fərqli cizgilərlə. Baxın, açıq qəhvə, pəmbə, krem rəng. Yenə də burada fərqli ölçülərdə, yüzlərlə fərqli çeşidi var. Ölçülərə görə də yenə fərqlənir. Belə kvadrat olan var. Dəst olanların üçlüdən başlayır, beşli. Bu da maraqlı qutudur, fərqli, həm siyirməli, həm də belə açılmalı. Baxın, böyük ölçüləri də, belə də böyük ölçüləri var. Bu da haradasa 50-nin 50-yə təxminən 60-ın 50-nin 50-yə olan ölçülər də var. Bunlar da vilur üzlənmənəndir. Daha sonra içində də var. 11. Bu 11-li set. Bunu tək-tək alıb tək-təkdə özləri artıq satışını eləyə bilər də. Amma siz top şəkildə satırsınız 11-i. Bunları tək-təkdə verə bilərik. Tək-təkdə verəmək. Tək-tək verə bilərik. O da baxır, çox alan adama. Hə, başa düşdüm. Buradan isə başlayır. Biraz ölçü olaraq xırda ölçülərdir. Burada da yenə parfümeriya, nə bilim, xırda hədiyyəlikləri qablaşdırmaq üçün istifadə edə bilərsiniz. Burada da yenə ürəklərdir və içərisində 3 ədədlisi 9 manat. Topdan qiyməti bunun kvadratı da var, yenə üçlüsü. Fərqi var qiymətdə kvadratdan ürəkdə. 10 manat, ürəklər 9 manat. Kvadrat ölçülər 10 manatdan başlayır. Ürəklər 9 manatdan başlayır. Ürəklərin də yenə fərqli ölçülərdə, rənglərdə qara, xanımlar üçün, bəylər üçün yenə də təqdim edə biləcəyiniz. Kvadratların da belə fərqli, uzunsov olan var, kvadrat olan var. Burada da yenə həmən öncədən qeyd etdiyimiz gül çeşidlərinin sayı olaraq, stok olaraq, yəni həm burada, həm də digər ambarda da istədiyiniz sayda. Əgər bu kimi məhsulların satışını da edirsinizsə, bölgələrdə, regionlarda, Gəncə şəhəridir, Naxçıvandır, böyük şəhərlərdə bu tipdə məhsulların da satışını edirsinizsə, bu toplantısı ilə əməkdaşlıq edə bilərsiniz. Rahat şəkildə işləyə bilərsiniz ki, bölgələrdə çatdırılma olunur. Naxçıvana qədər çatdıra bilirsiniz.
Ən çox son zamanlar soruşurlar Naxçıvan, Naxçıvana da çatdırılma var. Baxın xonçalığın bu cürdə çamadan. Bunlar da deyəsən sayılıdır istərsən. Kəs şəkilləri. Neçəlidir? 3 dənə 3 dənəlidir. Belə bir ölçüdə təxminən 30-40 santının 25-ə fərqli ölçüləri var, yoxsa 3 dənə ölçüdür. içərisində ən böyük ölçüsü budur. Ən böyük ölçü. Rəngləri də ağ rəngi var, səhrai rəngi var. Bu onun içərisində olandır, yoxsa bu ayrıca satılır? Ayrıca 3 dənədir. Bu ayrıca. Bu biraz daha xırda ölçüdür. Bunları ən çox harda istifadə edirlər? Onu yığırlar, içki yığırlar, midiyə dəsti yığırlar. Bəylər üçün xonçalıqda istifadə olunur. Bizdə bəzi məhsullar var ki, 2 dəfə də görürük, çox məlumatımız olmur. Burada da yenə eyni qaydada xırda əşyalar üçün istifadə olunan, qablaşdırmacada istifadə olunan qutulardır. Daha sonra sol tərəfi, buranı deyək, burada ən çox tələbatlı olan gül kağızları. Həm bunu yəqin ki, qablaşdırmada da istifadə oluna bilir. Gül bükmək üçün deyir. Həm də gül mağazaları gülləri bükmək üçün, bəzəmək üçün istifadə etdikləri həmən gül kağızlardır ki, bunlar növünə görə necədir? Parlağı, matı belə olur yoxsa? Var, mat da var. Şəffafı var, görsənməyəni var. 98 dənə rəngi var. Hər ikisindən Hamısının qarşı. 98 rəngi var. Demək 98 rəngi var. Həmən bu gül kağızlarının. Həm parlaq, həmçinin mat olan, həmçinin şəffaf olan çeşidləri var ki, say olaraq paketdə neçəlidir? Haftada 20 dənədir, yəni dizaynına görə də qiymət dəyişmir. Rənginə görə qiymət dəyişmir. Rəngə görə qiymət dəyişmir. Parlaq mat olması da qiymətə təsiri yoxdur. Ölçü olaraq da yenə də bir ölçüdür hər biri. Toplamda 2 adam. 2 manat. Paketin toptanı 2 manatdır. Kağızların toptanı rəng fərqi olmadan, çeşid fərqi olmadan 2 manatdan yenə bu mağaza ilə gül salonları əgər görürsə, gül salonları da baxın fərqi 98 rəngi demək nə deməkdir? Maşallah. İstədiyiniz cürə bəzəyib güllərinizi müştərilərinizə təklif eləyə bilərsiniz. Daha sonra buradan başlayır. Xəstəxana çıxışında istifadə olunacaq bəzək xırda. Bunlar nə gedir? Dilək şüşəsi. Bunlar dilək şüşələrdir. Dilək şüşələrinin burada fərqli çeşidləri var. Ölçüsünə görə xırda, 5-li, 6-lı, 12-li, daha sonra belə bu da neçəlidir? 12-li formada var. Daha sonra burada sadə ağ. Demək, bunlar da sayına görə, ölçüsünə görə yəqin ki, qiymət dəyişəcək. Bunların neçə cürü var? Hardasa 8-10 cür fərqli ölçüləri var. Bunu həm də belə boş şəkildə satırsınız, hə? Bəli, o xına şüşələrimiz. Nə? Xına şüşələri. Xına. Baxın, burada belə xına şüşələri də var. Bunlar da topdan şəkildə satılır. Ölçüsünə və sayına görə dəyişir. Bal bankaları da sonra. Bal bankaları. Bunlar kim alır? Onları Hədiyyə. boksçularla Gift box yığanlar balı alıb, ən çox yeni ildə filan da korporativ hədiyyəliklərdə də istifadə olunur. Bunların qapaqları olmur, ha, yoxsa? Olur. Qapaqları ilə bir yerdə satışdadır. Ölçüsünə görə qiymət yəqin ki, dəyişəcək, sayına görə qiymət dəyişəcək. Əgər bu işi görürsə, qiymət almaq istəyirsinizsə, aşağıda qeyd etdiyimiz nömrələrlə əlaqə saxlayıb qiymət təklifini ala bilərsiniz. Və bunlar bu xəstəxana çıxışında istifadə olunan xırda aksesuarlardır ki, burada yenə həm oğlan uşaqları üçün, həm qız uşaqları üçün olan fərqli aksesuarlar var. Belə soskalardır. Daha sonra dairəvi şəkildə olan çeşidləri var. Şəffaf şəkildə olan yumru içərisində istifadə olunan gift boxda və s. Bunlar nədir? Bunlar Novruzda və orucluqda istifadə olunur. Ramazanda və Novruzda istifadə olunan qablardır. Nəsə Konfet qoymaqdan qarışır. konfet. Dekor kimi. Maraqlıdır. Daha sonra burada yenə fərqli belə
konfet, uşaq şirinliyini vermək üçün, təqdim eləmək üçün. Sonra keçək bunlar. Bunlar da bayaq maraqlı gəldi, bayaq soruşdum. Şönelli gül düzəltmək üçün. Hansı gülləri düzəldirlər? Gül əllə düzəldirlər, bura şönelli. Hə. Demək, əl işi görən xanımlar bilir, mənim məlumatım yoxdur. Bu əllə burub hazırlamaq üçün olan materialdır ki, gül düzəldirsiniz. Bunun da 20 rəngi. 20 rəngi, fərqli rəngi var. Əgər əl işləri bu işi görürsünüzsə, alıb rahat istifadə edə bilərsiniz. Bunları deyirdim ki, bu arada məndən soruşublar. Şəffaf, o yumru yeni ildə daha çox soruşdular. Bunun içərisinə nə bilim fərqli şəkil qoyanlar olur və s. Yenə də buradan həmən həm sadə, həm də kvadrat lupalı olan versiyası var deyəsən. Burada da balıq qulağıdır bu, hə? Ürəkdir. Harada? Nişanda. Nişanda nə deyirlər bunu? Balıq Faydalı konfetlər. hər üçün istifadə olunan. Burada da yenə fərqli uşaqlar üçün olan xəstəxana çıxışında istifadə olunan qablardır. Burada ürək qablar var. Həmən şəffafın ürək qabları. Bunlar minimum neçədən başlayır? Onlar minimum 4.50 ilə başlayır. Paçkası 4 manat 50 qəpikdən başlayır. Ölçüsünə görə dəyişir. Həm belə kvadrat olan çeşidlər var, ürək və dairəvi olan fərqli çeşidlərin mağazada tapa bilərsiniz. Həmçinin də həridə və nə bilim, xınada, xeyir işlərdə, Ramazanda istifadə olunan zərli şərq şeyindədir də, dizaynında ornamenti və s. necə adlandıraq. Bunun fərqli çeşidi var. Yəni də şəffaf qabların belə. Bunlar yeni ildən qalır, yox, nar. Belə nar qablar var. Və daha sonra bu günlərdə gördüyünüz sadə qutulardan başlayır ölçülərinə görə. Bunların da yenə fərqli ölçüləri var. Toptanı 80 qəpikdir. Bu şəkildə paçkala yığılmış formadadır. 20-nin 23 ölçüdən başlayır, üz yuxarı dəyişir. Özünüz paçka şəkildə alıb bu şəkildə, yəni içərisini fərqli qoyurlar, nə bilim, kraft kağızlarla və s. bəzəyib fərqli hədiyyəliklər. Daha sonra bunların belə fərqli ölçülərdə yenə. Bunların toptanı başlayır 60 qəpikdən, rəng fərqi yoxdur. Rənglərdə bir neçə rəng çeşidləri var. Həmçinin onların böyük ölçüləri də var. Burada bu şəkildə göstərək. Pəmbə, ağ. Bunları ən çox, bunlar da yenə gift box olaraq istifadə olunur. Makyaj dəsti və s. kimi dəstləşdirib qablaşdırmada istifadə edə bilirsiniz. Gift boxların belə də yenə fərqli görünüşdə olan çanta formasında. Bunlar da eyni qaydada paket şəklində bu şəkildə satılır. Özünüz alıb bu şəkildə yığıb məhsullarınızı qablaşdırıb əl işlərinizi və s. satışını edə bilərsiniz. Daha sonra burada yenə də bəy fonçasının, bəy qablaşdırmasında istifadə olunan belə qutulardır. Burada da üçlü, dördlü. Bu bəylər üçün olan, bu isə xanımlar üçün olan makyaj dəsti, nə bilim, digər dəstlərdə. Bunlar da belə fərqli ölçüləri var. Bunlar da yenə eyni qaydada bu şəkildə paçka ilə satılır. Alıb özünüz qablaşdırıb hansı ölçünü istəyirsə ona uyğun qablaşdıra bilərsiniz. Bunlarda da bantik qutular. Onu bəyə xardası şeyini gördüm. Daha sonra baxın, burada gördüyünüz həmən bu qutunun bağlanmış formasında olan variantdır. Bu isə hazır yığılmış formasıdır. Burada da yenə pəmbə rəngli, ağ rəngində, belə qırmızı rəngdə olan bir neçə rəng çeşidi var ki, istəyinizə, zövqünüzə uyğun yenə də hədiyyələr yığıb, qablaşdırıb satışını eləyə bilərsiniz. Burada da yenə Victoria's Secret'in belə həm kvadrat, burada da yenə fərqli konfetlə və s. I love you və belə dairəvi formada olan çeşidlər var. Dairəvi formada olan qutuların
Burada da yine fərqli ölçülərdə olan çeşidləri var. Rəng olaraq, çeşid olaraq daha kiçik. Bunlar da yine bir neçə iç-içə olan qutu çeşidlərdir. Ölçüləri də var. Kiçikdir, bu ölçüdə də var. Rəng çeşidləri də yine gördüyünüz kimi fərqli rəng çeşidləri var. Müzuri formasında baxın belə. Çanta formasında olan qutu çeşidləri var. Dördülü xırda ölçü. Daha sonra burada ne var? Şəffaf belə qutular var. Gift box, çanta, şəffaf çanta düzəltmək üçün içərisində ləvazimatlar da var. Qulpu və s. Daha sonra xırda üzük və s. qablaşdırmasında hədiyyəli belə fərqli rənglərdə var. Qara rəngi var, çəhrayı rəngi var. Həmçinin də prostoy. Ən çox bijuteriya, nə bilim, saat, bilərzik və s. hədiyyə satış eləyənlər də var. Onlayn satış edənlər də baxın bu qutulardan alıb yenə də daha fərqli və görünüşlü, əla görüntüsü var. Burada da yine fərqli dördülü. Daha sonra isə keçirik mağazanın ikinci hissəsinə. Orada da kraft paketlərdir, digər paketləmək üçün istifadə olunan ləvazimatlardır. Həm konfet yığmaq üçün olan qutular, həmçinin yenə xəstəxana çıxışında istifadə olunan taxtadan olan ləvazimatlar, kağızlar, paketləmədə istifadə olunan digər ləvazimatlar. Buradan da başlayaq, tez, qısa sizlər üçün təqdimat eləyək. Və belə hazır gül çantaları. Bunun içərisinə gül yığıb, təbii və s. Hə. Bunun da yenə fərqli ölçüləri var. Fərqli ölçüdə, fərqli rənglərdə. Rənglərin baxın bu divar bu ikinci hissə ancaq həmən bu gül çantasının rəngləridir. Bir 20-yə yaxın rəngi var. 53 rəngi var hətta. Həmçinin də ölçülərdə aşağıda da yenə də həm xırda, həm iri ölçülər var. Bunlar bayaq baxdım, maraqlı gəldi. Gül təmizləmək üçündür, gül mağazalar üçündür. Gül mağazalar üçün, tikanı təmizləmək üçün. Hə. Gül mağazalarda yenə buradan fərqli ləvazimatlar ala bilər. Bunlar da qutular. Qutular istəyir, çərəz qutuları. Çərəz qutuların ara kəsmələri. Fərqli rəngləri var. Bunlar da satılır. Buradan həmçinin qayçı çeşidləri də var. Gül üçün olan qayçı çeşidləri ilə həri üçün olan açılışlarda filan da istifadə olunan bəzi ləvazimatları da buradan tapa bilərsiniz. Bunlar nə xammalıdır? Gülün rəngini dəyişməkdən təqdir. Qızıl güllərdən çox yəqin istifadə olunur. Mavi, sarı, nə bilim biraz daha yaşıl. Gül kraskaları. Daha sonra burada yenə də fərqli çantalar, kardon çantaların ölçüləri. Bunların minimum neçədən başlayır qiymət olaraq? 1 manat. Bir ədədi 1 manatdan. Paçkada nə qədər olur? 12-li fərqli rənglərdə və fərqli ölçülərdə. Daha iri ölçülərdə olan çeşidlər var. Həmçinin bunların belə fərqli rənglərdə kraft paket rəngində olan çeşidi var. Belə uşaqlar üçün, hədiyyəlik üçün fərqli rənglərdə olan çeşidləri var. Yuxarıda səbətləri görürük. Orada da var idi soruşma. Səbətlərimiz də ən kiçik ölçü 7 manatdan başlayır. 7 manatdan başlayır, üz yuxarı dəyişir. 50 manata qədər fərqli çeşidləri var. Yenə də xonça, gift box, hədiyyəli işindəsinizsə, yəqin ki bunlardan da istifadə edirsiniz. Ən çox soruşulan məndən yenə də kraft paketlər çox soruşulurdu. Baxın burada kraft paketlərin bunun neçə rəngi var qardaş? 5 rəngi var. Hər ölçünün 5 rəngi var. Hər ölçünün 5 rəngi var. Ölçü də başlayır ən kiçiyi. Budur, 12-nin 15-dən, 12 santiyin 15 santiyə. Ən böyük ölçüsü də 32-nin 42-yə olan ölçüsüdür bunlar. Ən böyük ölçüsü də budur ki, kraft paket yenə də məhsulunuzu müştərinizə
təqdim etmək üçün istifadə çox eləyirlər. Onun üzərinə bəzilərinin kimisə peçatı varsa, özlərinin peçatının da loqosunun, mağaza adını, brenderin adını peçat satılmır sizdə. Hə. Daha sonra həmən kraft paketin hazır, baxın belə bu şəkildə bəzənmiş fərqli növləri də var. Bunlar yəqin ki, sadələrdən biraz fərqlənəcək qiymət baxımından. Belə. Eyni qiymətdir. Baxın, hazır rənglənmiş, bəzənmiş çeşidlər də var ki, qiymət fərqi yoxdur, eyni qiymətdir. Neçədən dedik başlayır paçkası ən kiçiyi? Ən kiçiyi 3 manatdan başlayır, 12-lidir. Bəli, 12 dənə. 12 ədədli ən kiçik xırda, aksesuar, bəzək əşyaları satanlar ən çox istifadə edir xırda ölçülərdən. Ən çox da Xodavoy yəqin ki, xırda ölçüləri daha çox tələbat olar. Burada da yenə fərqli çeşidləri, fərqli rənglərini görürsünüz ki, uyğun istədiyiniz ölçünü özünüz üçün sifariş edib götürə bilərsiniz. Qeyd etdiyimiz əlaqə nömrələrindən mütəmadi əlaqə saxlaya bilərsiniz. Əziz bəy sizə dəstək olacaq. WhatsApp qrupu da var ki, mütəmadi daimi alış edənlər. Tək-tək yox, topdan və yaxud da onlayn satış edənlər fərqi yoxdur. Amma şərt odur ki, sayılı şəkildə əldə edənlər həmən qrupa qoşula bilər. Burada da yenə gül mağazaları üçün istifadə olunan belə bir adı nə gedir? Oazis. Oazis deyilən bir materialdır ki, buna suyu tökürsən, bu suyu canında saxlayır. Təbii gülləri bura sancırsınız ki, daimi nəm saxlayır və gülü soldurmağa qoymur. Burada da yenə kraft paketlərinin fərqli paketləridir. Bunlar nə paketi? Hədiyyəli paket fərqli mərmər teksturalı olan paketlərdir ki, qalın iplik ipləndir. Hə, bunlar daha böyük ölçüdür və kvadrat. Hə, baxın, bunun açılışı bu formadadır, daha böyük ölçüdür. Hər növ xırda ölçüdən böyük ölçüyə qədər var. Rəngləri də həmçinin qara rəngi, ağ rəngi, fərqli teksturalı rəngi var. Burada yenə çantaların da fərqli yüzlərlə fərqli rəngi üzərindəki fərqli çeşidlərdə, rənglərdə olan növləri var ki, gəlib seçməyiniz daha rahat olar ki, sizə mağazadan canlı gəlib seçəsiniz. Burada da salafan, bunlar nə deyirlər? Neylon paket. Salafan paketlərdə yenə buradan bir sıra çeşidləri var. Bunlar da xırda, bunlar da 1 manatdan başlayır. Paketdə nə qədər olur? Bir patkada 100 dənədir. Manata. Bir ədəd patkada. Bu manatdır. Bunda nə qədərdir? 100 dənə. Doğrudan. Burada 100 də var. Ha. Bir paçkası 1 manatdır və burada da 100 dənə var. 1, 2, 3, 4, 5, 6, 10 dənə. 10 manata 1000 dənə. Və bunu yəni aksesuar satanlar, səhifəmizi bijuteriya izləyənlər çoxdur. Hansı parfum? Dufudur, ətir üçün, belə deyim. Xırda kosmetika, ətir və aksesuarlarda baxın 1 manata 100 ədədi. Bijuteriya mağazaları, onlayn bijuteriya satanlar, həm xırda ölçüsü var, fərqli yenə burada rəngləri var, teksturada olan rənglər var, fərqli ölçülər var. Bəyəndiyiniz, öz markanıza uyğun olan rəngi seçə bilərsiniz. Burada da yenə şəffaf nə paketi? Şəffaf çərəz paketi, çərəzləri və s. kimi digər məhsullarınızı paketləmədə istifadə edə bilərsiniz. Bunlar da yəqin ki, çox ucuz qiymətə olacaq. Burada da yenə fərqli qutu paketlərin fərqli rənglərdə və üzərində, ölçüdə, teksturada olan növləri var ki, stok yüzlərlə, minlərlə stokla var. Həmçinin burada yenə gül bəzədilməsində istifadə olunan xonçada filan da tüllərdir ki, buradan əldə edə bilərsiniz. Həmçinin bunların 30 metri 2 manatdan başlayır. 30 metri 2 manatdan başlayır. Həmçinin buna uyğun irəlidə lentlər də var, onu da göstərəcəm. Burada da yenə gül paketlərinin artıq burada sadə yox, üzəri fərqli dizayn, teksturalı növləri var. Bunlar da qiymət dəyişmir də, hə? Tək rənglərlə olan eyni qiymətdir. Burada da fərqli teksturada olan çeşidlərdir ki, yenə də buradan götürüb alışını edə bilərsiniz. Daha sonra isə gəlirik.
Və burada lentlər. Lentlər və bunu bayaq adını tapa bilmirdim. Bunu saman. Süni saman. Həmən o öncəki qutularda istifadə edirlər bundan. İndi hamı görüb. Bunların satış qiyməti necə? Kilo ilə 10 manat. Kilo ilə. 1 kiloqramı 10 manat. Rəng olaraq da fərqli bir 10-a yaxın, bəlkə də çox rəngi var. 15 rəngi var. 15 rəngi var. 15 rəngi var. Burada da həmən qeyd etdiyim öncəki lent çeşidlərdir ki, lent çeşidlərində burada yenə də ölçüsünə görə, rənginə görə çeşidi çoxdur. Baxın, bu vitrində divar boyunca ancaq lent çeşididir. Həm yazılı olan çeşidləri var, həmçinin sadə olan çeşidi var ki, alıb yenə də öz logonuzu reklam yerlərində də çap elətdirə bilərsiniz. Düzəldənlər üçün 4 sandıqlar gül düzəltmək üçün 25 metrdir. 25 metr, bir ədədi 25 metr, 5 ədədli gül düzənlər üçün zərli belə lent çeşidləridir. Yuxarıda daha xırda olan, xəstəxana çıxışında olan oğlan qız yazılı çeşidlərdir. Daha sonra belə yenə zərli və sadə olan daha ensiz olan çeşidlər var. Daha sonra gəlirik burada başqa fərqli. Bunlar da yenə çubuqlardır. 70 qəpikdən başlayır. Bunda gift boxlar düzəldənlər daha çox istifadə edirlər. Gül düzəldənlər daha çox istifadə edirlər. Burada penoplastlardır ki, şokolad konfet, bir də nəyə soruşurdular mənə? Konfet qəlibləri filan belə şey olmur. Demək, penoplastlar, yenə gift box və konfet və s. kimi. Dəst şəkildə gördüyünüz budur. 2, 4, 5'li qiymət 7 manat 50 qəpik. Son olaraq isə gəldik çatdıq, dövrə vurduq. Bura yenə başladığımız yerə. Burada da fərqli belə mışqa qutular. Bunlar da yenə qış aylarıdır. Qış aylarında ən çox yəqin ki istifadə olunur belə qutular. Daha sonra isə Hacan? 8 martda. 8 martdır. Sevgililər günüdür, nə bilim. Gənc xanımlara hədiyyəlikdə istifadə olunur. Sonra həmən öncəki gift box qutularının dairəvi və vilurla olan çeşididir və burada da bunlar setlərdir. 5 dənə şəkildə xonça yığmaqdan çəkir. Gəlin və bəy. Xonçalıq daha keyfiyyətli, daha belə deyim, hədiyyənizi daha premium göstərəcək bir modellərdir. Bunlarda daha böyük ölçüdür. Xonçalıqlarda istifadə olunur. Rəng olaraq da rəngi çoxdur. İndi burada bir qismini hazır şəkildə qoyulub. Yaşıl, qızılı, qoldroz, nə bilim, boz rəng, mavi rəng. Həmçinin də üzəri bu şəkildə fərqli krokodil dərisi kimi olan teksturası var. Yenə də xonça işində olanlar. Daha sonra bunu demədim. Qoy bunu da deyək. Konfetlə bağlı bizdən soruşurlar. Düzdür, şokolad qəlbləri soruşanlar var. Burada qəlb yoxdur, qəlib. Amma belə hazır 4 bucaq standart o şokoladlar ki var. Yenə də bu xəstəxana çıxışında, nə bilim, həridə, ad günüdə və s. kimi istifadə edə bilirsə. Bunların ölçüləri var, yoxsa? Var, 24 dənədir, 30 dənədir, 48 dənədir. 24 dənəli 2 manat 50 qəpik. 2 manat 50 qəpikdən başlayır. 24 dənəli, baxın bu 24 dənəli olan ölçüdür. Təxminən 30-un 25-ə olan ölçüsüdür. Və bunun 24-dən 48-ə qədər olan şokolad sayı. 5 dənə də rəngi var. Burada hal-hazırda 2 rəngini görürük. Amma nəzərinizdə olsun ki, 5 rəngi var. Bunu da yenə buradan tədarük alıb özünüz üçün edə bilərsiniz. Bu qədər dostlar, mağaza həddən artıq böyükdür və çeşidlər də həddən artıq çoxdur. Ümid edirəm ki, hər birini ümumi olaraq məlumat verməyə çalışdıq ki, ümumi təsəvvürünüz olsun. İlk dəfə alış-veriş etmək üçün, yəni birinci dəfə əgər mağazanı tanımırsınızsa, gəlməyinizi tövsiyə edirik ki, mağazaya gələsiniz, ümumi çeşidlərlə, materiallarla toxunub özünüz birbaşa tanış olasınız. Daha sonra isə gəlmədən belə yenə sifariş etməklə WhatsApp üzərindən görüntülü danışa bilərsiniz, sifariş eləyə bilərsiniz və sizə həm şəhər daxili, həm də bölgələrə işləyən yük maşınları ilə çatdırılma olunur. Mağaza, biz olduğumuz topdan mağaza yerləşir Abşeron Ticarət Mərkəzi, korpus 29, mağaza nömrəsi 11. Öndə də göstərmişik, necə rahat şəkildə gəlib çıxa bilərsiniz. Pərakəndə almaq istəyənlər isə bu mağazanın pərakəndə dükanları var ki, şəhərin bir neçə
ünvanlarında 8 mayda 28 mayda Əcəmidə Xırdalanda. Xırdalanda Instagram səhifəsində qutu 28 yazmaqla qutular 28 Qutular Əcəmi. qutular 28 yazmaqla həmən demək sosial şəbəkələr üzərində mağazanın profillərini tapa bilərsiniz və oradan da rahat şəkildə sizə yaxın olan ünvandan pərakəndələri oradan ala bilərsiniz. Amma topdan şəkildə almaq istəyənlər qeyd etdiyimiz kimi bu ünvana yaxınlaşa bilər. Hər hansı sualınız olarsa bununla bağlı Əziz bəy sizə əlaqə nömrəsini qeyd edirik. Nə dəstək, nə kömək lazımdırsa edəcək inşallah. Bu qədər. Kimlər ki bizdən qutu istəmişdi, ümid edirəm ki, bura onlar üçün çox göydən düşmə bir mağaza toptancı oldu. Bu toptancı mağazanın ikinci bir mağazası elə həmin mağazanın 20 metrliyində eyni sırada yerləşir. Helium 28 mağazasıdır ki, burada da girişdən gördüyünüz kimi şarlardır, şamlar, bayraqlar, fişənglər, sırf parti ad günü avadınlıqları satışı da olunur ki, əgər bu tip məhsulların da satışını edirsinizsə və yaxud da dekorasiya qurulumunda və s. kimi işlər görürsünüzsə, yenə də bu toptancı ilə rahat şəkildə əməkdaşlıq edə bilərsiniz. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Ətrafınızda kimsə hədiyyə işi görür, əl işləri görüb satış ilə məşğuldursa, onlara bir yaxşılıq etmiş olarsınız ki, bu videonu da onlarla paylaşın, onlarla tanıyıb yararlansınlar. İzlədiyiniz üçün təşəkkürlər.